Yuxuda su görmək. Yuxuda su görmək yuxular aləmində ən dərin mənalara sahib simvollardan biridir. Su həyatın özü hesab olunur və yuxularda insanın ruh halını, taleyini, ruzi bərəkətini və qarşıdakı hadisələri əks etdirir. Su ilə bağlı yuxular çox vaxt insanın daxili dünyası, duyğuları və həyat axını ilə əlaqələndirilir. Bu səbəbdən yuxuda su görmək həm çox xeyirli, həm də xəbərdarlıq xarakterli ola bilər. Yuxuda təmiz və duru su görmək ən xeyirli yuxulardan sayılır. Bu halal ruzi, saf niyyət, düzgün yol və rahat həyat deməkdir. Belə bir yuxu görən insanın qəlbi təmizdir, pis niyyət daşımır və Allahın izni ilə işləri yoluna düşəcək. Xüsusilə duru su içmək ruzi artımına, şəfa tapmağa və dua qəbuluna işarə edir. Əgər yuxuda su içirsənsə və su sənə ləzzətli gəlirsə, bu çox müsbət əlamətdir. Bu insanın həyatında bolluq olacağına, sağlamlığının möhkəmlənəcəyinə və istədiyi bir məsələnin gerçəkləşəcəyinə yozulur. Susuz halda su tapmaq isə çətinlikdən sonra gələn rahatlıq deməkdir. Yuxuda bulanıq və çirkli su görmək isə diqqət tələb edir. Bu insanın həyatında qarışıqlıq, narahatlıq və psixoloji gərginlik yaşadığını göstərir. Bulanıq su bəzən haram ruziyə, bəzən də səhv yolda olmağa işarə edir. Bu yuxu insanı düşünməyə və öz həyatını yenidən gözdən keçirməyə çağırır. Yuxuda axar su görmək həyatın davam etdiyini və dəyişikliklərin qaçınılmaz olduğunu göstərir. Axar su adətən zaman axışı, taleyin irəliləməsi və yeni mərhələyə keçid kimi yozulur. Əgər axar su sakitdirsə, bu dəyişikliklər xeyirli olacaq. Amma su coşqun və sürətlidirsə, insanın həyatında sürətli və bəzən çətin dəyişikliklər baş verə bilər. Yuxuda çay görmək insanın həyat yolunu simvolizə edir. Çayı keçmək bir mərhələdən digərinə keçmək, çətinliyi aşmaq deməkdir. Əgər yuxuda çayı rahat keçirsənsə, bu qarşıdakı maneələri asanlıqla aşacağına işarədir. Çayda boğulmaq isə emosional yüklənmə və qorxu hisslərini ifadə edir. Yuxuda dəniz görmək çox dərin mənalar daşıyır. Sakit dəniz, daxili hüzur, sabit həyat və rahatlıq deməkdir. Dalğalı və fırtınalı dəniz isə İnsanın daxilindəki qarışıqlıq, stres və böyük problemlərə işarə edir. Dəniz yuxuları adətən böyük arzular, qorxular və həyatdakı böyük qərarlarla əlaqələndirilir. Yuxuda suya düşmək iki cür yozulur. Əgər su təmizdirsə və qorxu yoxdursa, bu xeyirli, dəyişikliklərə daxil olmağı göstərir. Amma su çirkli və dərin olarsa, bu çətin bir vəziyyətə düşməyə və ya səhv qərar verməyə işarə edə bilər. Yuxuda boğulduğunu görmək insanın real həyatda təzyiq altında olduğunu, məsuliyyətlərin artdığını və çıxış yolu axtardığını göstərir. Əgər yuxuda boğulub xilas olursansa, bu çox müsbət əlamətdir. Problemlərin öhdəsindən gələcəyinə işarə edir. Yuxuda evin içində su görmək ailə ilə bağlı hadisələrə yozulur. Təmiz su ailəyə ruzi bərəkət deməkdir. Amma evə dolan su zərər verirsə, bu ailə daxilində söz-söhbət, narahatlıq və ya maddi çətinliklərə işarə edə bilər. Yuxuda su daşımaq, məsuliyyəti götürmək, zəhmət çəkmək və səbr etmək deməkdir. Bu yuxu insanın əziyyətinin boşa getməyəcəyinə və səbrinin qarşılığını alacağına işarə edir. Yuxuda su tökmək bəzən fürsətləri boşa verməyə, bəzən də keçmişlə vidalaşmağa yozulur. Əgər su bilərəkdən tökülürsə, bu verilən qərarın arxasında durmaq deməkdir. Yuxuda yağış suyu görmək xüsusi xeyir sayılır. Bu Allahın mərhəməti, dua və ruzi ilə əlaqələndirilir. Yağış suyunu toplamaq gözlənilməz qazanc və xeyirli fürsətlərə işarə edir. Ümumilikdə yuxuda su görmək insanın həyatında dəyişikliklərin, təmizlənmənin və yenilənmənin yaxınlaşdığını göstərir. Su necə həyatı davam etdirirsə, bu yuxu da insanın həyatına yeni enerji, ümid və istiqamət gətirəcək hadisələrin xəbərçisidir.